Einstein Princeton xəstəxanasında öləndə axırıncı ağzından bir söz çıxartdı. Allah kainatla zər oyunu oynamır. Yəni, ehtimal hər şeyi yazmaz. Ehtimala söykənmək olmaz. İki alternativim var. O sosial planlaşdırıcılar belə məsələlərlə məşğul olurlar adətən. Məsələn, iki ölkə var. A ölkəsi, B ölkəsi. Seçim var, yəni alternativ var da, hansında yaşamaq istəyərdin? Birində belədir. Məvacib yüksəkdir, demokratiya aşağıdır. O biri ölkədə demokratiya yüksəkdir, amma məvacib aşağıdır. Burada nonsens yoxdur. Ərəb ölkələri var, başqaları var. Nonsens yoxdur. Ola bilər belə seçim olsun. Burada, məsələn, mən deyirəm ki, demokratiya aşağıdır. Ya B ölkəsində demokratiya yuxarıdır. Mən bunu rəqəmlə yazamayacağam. Rəqəmlə, özə bunun sərhəddi yoxdur. Deyəm ki, düz, məndən 55 ilə 60 arasında kimi, 60-dan sonra isə bu demokratiya yoxdur. Onu deyənmərəm. Yəni ki, sərhəd yoxdur. Bu ifadələr natural dildə, rəqəmlə ölçülən deyil, natural dildə, bizim öz dilimizdə verilən informasiyadır, məlumatdır. Onlar bunu nəzər alanmırdılar. Və burada seçim eləsə, indi bilmirəm kim nə seçim eləyəcək. Və yaxud da başqa bir misal. Məsələn, 2 dənə iş təklif eləyirlər. Birində məvacib yüksəkdir, amma şərait çox pisdir. Yəni, sən söyürlər, döyürlər, ondan sonra danışırlar, azadlıq yoxdur. O birisində isə nisbətən alternativin belədir, məvacib aşağıdır, ancaq şərait yaxşıdır. Hansını seçərəm? Görürsünüz, mənim danışdıqlarım sözləndir. Mən rəqəmlə bir şey demədim. Olan nəzəriyyələrin içində, bax, buna İngilizcəni awareness deyirlər, mən bilmirəm onu necə tərcümə eləyim, yəni burada bir rəqəmlilik yoxdur. Burada persepsiya var, 2 cür informasiya var, ümumiyyətlə dünyada, 3-cü cür yoxdur. Bir rəqəmli informasiyadır, termometri qoydun, ölçdün. Bir də var persepsiya, adama baxdın, yaxşı adamdır, pis adamdır. Rəngi dəyişib, dəyişməyib, onu mən ölçənmərəm ki, və yaxud da çaxırın, tutaq ki, deyirəm, əstəğfurullah, çaxırın keyfiyyətin, ancaq onu içəndən sonra bilərsən. Onu mənim cihazım yoxdur ki, ölçəm ki, bu çox keyfiyyətli bir çaxırdır. Elə şeylər var ki, persepsiya informasiyasıdır. Bax, mən dediklərim, o 2 dənə misal gətirdim. Onlar persepsiya informasiyasına əsaslanır. Mən onu ölçənmirəm, bu demokratiya dərəcəsi, bu ölkədə, digər ölkədə nə qədərdir? Ölçənmirəm. Bunları nəzərə alaraq, biz bir nəzəriyyə irəli sürdük. Bu nəzəriyyə odur ki, birinci alternativlərin necə var, təbii dildə yazılmış formasında nəzərə alırıq. İkinci, o, bayaq dedim ki, qeyri-asıllıq var, independensi var, onlar arasında yox. Bu çox güclü bir limitli, çox bir güclü aksiyondur. Həyatda belə deyil. Üçüncüsü isə o ehtimallar ki verilir, o ehtimallar heç vaxt rəqəmli ola bilməz. Məsələn, deyirik ki, tutaq ki, quyu qazmaq lazımdır, burada nöyüt çıxacaq, çıxmayacaqdır. Tutaq ki, geologlar veriblər. Heç kim deyənməz ki, 57,6% ehtimalla burada nöyüt çıxacaq. Heç kim demir. Elə demirlər. Yazılarında da yazırlar ki, buradan neft çıxma ehtimalı böyükdür, ya kiçikdir. Buradan, məsəl üçün deyirəm, iqtisadiyyatın vəziyyətini götürsək, tutaq ki, resessiya ehtimalı, tutaq ki, çox böyükdür. Bu cür verirlər. İqtisadçılar da, bu real həyatda da. Yəni, ehtimalın özü də qeyri-müəyyəndir. Və nəhayət, bütün bu bayaq sadaladığım nəzəriyyələr hamısı
ya fikir eksperimentləri, ya da ki sadə laboratoriya eksperimentləri üçün həmişə yeşiklərin üstündə, buradan məsələn Ellsberg paradoksu var, məşhur Ellsberg paradoksu var. Deyir ki, məsələn bu yeşikdə üç rəng şar var. Birinin çıxma sayı məlumdur, o birisi ikisi isə qatışıqlı sayı məlum deyil. Buradakı ehtimal tutaq ki bizə məlumdur. O birisinin ikisinin ehtimalı məlum deyil. Yəni bunu yeşiklərin üzərində aparırlar. Həyat isə yeşik deyil. Və orada da qoyurlar 5 manat, 3 manat. Amma həyatda insanın utility'si, insanın istəyi manatla ölçülmür. Onun özü də qeyri-müəyyəndir. Beləliklə, biz bir nəzəriyyə təklif elədik ki, bu şəraitdə o faydalılıq funksiyası, utility funksiyası deyirlər, o qeyri-səlis olmalıdır. Çünki bütün verilənlər, həm alternativlər, həm ehtimallar, həm o çıxışlar, onlar hamısı qeyri-müəyyəndir və qeyri-müəyyən şəraitdə yazılır. Və bu şəraitdə görəsən bir nəzəriyyə yaratmaq mümkündürmü ki, seçim aparmaq mümkün olsun? Təbii ki, bu sözləndir. Biz bunları teorem şəklində ispat elədik. Burada iqtisadçılar əgər varsa, onlar bilirlər. O utility funksiyasının varlığı və yeganəliyi məsələləri var. Gərək onu ispat eləyəsən. Birbaşa teorem ispat elədik, bir də əks teorem ispat elədik. Yəni, belə bir nəzəriyyə yaratmaq mümkündür. Sonra isə fikirləşdik başqa şey. Zadənin bir yaxşı gələn də qutudur, amma sonra real həyata keçirmək olar. Onun 2 qutu misalı var, mənim slaydımda var burada. Deyir ki, 2 qutu var, hərəsində 20 şar var. Qabaşın sənə icazə verirlər ki, ağ-qara şarlardır. Sənə icazə verirlər ki, oturub sayasan. Ağ şar nə qədərdir hər qutuda, qara şar nə qədərdir. Yəni, bundan fərqli ki, ehtimal hesaplansın. Məsələn, 15 dənə tutaq ki, qara şar varsa, 15 bölüns 20, bu olacaq onun ehtimalı. Hesablaya bilir. İkinci, deyir ki, şəffafdır o qutu. Amma mənə belə fırladırlar. Mən təxmini görürəm ki, qara şar nə qədərdir, ağ şar nə qədərdir. Ölçə bilmirəm. Ehtimalı hesablayanmıram. Sayını dəqiq bilmirəm. Bu halda o ehtimalı təxmini mən yaza bilərəm. Məsələn, bu ehtimal böyüyə yaxındır, ortaya yaxındır, kiçikdir, yəni qaralar azdır. Amma desəniz ki, P bərabər 0,51 deyəmirəm. Bu bizim bayaq dediyim nəzəriyyəyə aiddir. Yəni ki, burada 2 qat, bütün mövcud nəzəriyyələrdə ancaq bir qat qeyri-müəyyənlik var, o da ehtimal qeyri-müəyyənliyi. Mən dediyimdə, ikinci, həm bu Zadənin misalında, həm də o bayaq dediyim misallarda 2 qat qeyri-müəyyənlikdir. Yəni, ehtimal da var. Amma ehtimalın özünün olma ehtimalı nə qədərdir? Onun mümkünlüyü nə qədərdir? Yəni, qeyri-səlis ehtimal var burada. Ona possibilistik, probabilistik uncertainty deyirlər İngilizcə. 2 qat qeyri-müəyyənlik var. Sonra biz gördük, elə situasiyalar var, xüsusən o hər gün tez-tez qərar qəbul edən şəraitdə elə situasiyalar var ki, ümumiyyətlə heç onu da seçəmirəm mən. Hansı situasiyadır? Şarı, İngilislərdə bir bingo oyunu var, bingo oyunudur. Belə fırladırlar tez-tez. Sən görənmirsən. Görənmirsən ki, şarlar nə qədərdir, bir lap oxşadırsan. Amma insan, burada bayaqları dediyim nəzəriyyə, bizim təklif edildiyimiz nəzəriyyə, təbii dilə, bir də bunu mənə xarici dillərin institutuna dedilər, bu termini xoşum gəldi, qəlibləşmiş təbii dil, yəni appreciated natural language, appreciated, dəqiqləşmiş yox, qəlibləşmiş yaxşı sözdür.
Yəni kompüter dilinə biraz yaxınlaşdırılmış, amma alqoritmik dil deyil. Təbii dildir. Biraz mübtada xəbərlərin yerini elə dəyişirlər ki, kompüter onu yaxşı başa düşə bilsin. Ya da təbii dildə də semantika yaxşıdırsa eləmək olar. Ancaq elə qeyri-müəyyənliyin elə abstrakt səviyyəsi var ki, mən onu heç cür, məsəl üçün, o qeyri-səlis məntiqlə də yazamıram. Bütün klassik məntiq, bütün klassik nəzəriyyələr Aristotel məntiqi ilə yazılırdı, ikili məntiqi ilə. Çünki orada hər şey ya var ya yox, nöt ya var ya yox, elə deyirdi. Amma mən də deyirəm ki, yox, az var, çox var, mənəm nə qədərsə var, müəyyən ehtimallarla deyirəm. O şeydəki qeyri-müəyyənliyin abstraksiya dərəcəsi çox yüksəkdir. Mən heç bir onu göstərə bilmirəm. Onda biz həndəsi dildən istifadə edirik. Və indiyənə kimi ən məşhur, hamının sevdiyi, bizim də sevdiyimiz qeyri-səlis məntiq işləmir. Qeyri-səlis məntiqin kökündə bir dənə bir mənsubiyyət funksiyası var. O klassik riyaziyyatdan gələn. Burada riyaziyyatçılar var. Lap klassik riyaziyyatda xarakteristik funksiyadır. Amma qeyri-səlis riyaziyyatda mənsubiyyət funksiyasıdır. Amma burada isə heç bir mənim rəqam adlı heç bir şeyim yoxdur. Mən baxıram, deyirəm ki, hə, bax, əlimlə çəkə bilərəm. Kompüterçiklər Z-mouse bilirlər nədir, yəqində Z-mouse var kompüterdə. Məsələn, onun vasitəsilə göstərə bilərəm ki, bax, deyəsən, qara şarlar, bax, 0-1 arasında bura yaxındır. Amma rəqəm desən, bir dənə bir funksiya zad desən, çəkənmirəm. Bütün klassik nəzəriyyələr və bayaq mənim danışdığım bizim nəzəriyyədə kökündə bir şey vardı. Bütün alternativləri bir faydalılıq funksiyası ilə. Yəni, bir vektoru çörürdük bir ədədə həmişə. Ya fazi ədəd, ya adi ədəd. Çörürdük, o ədədləri müqayisə edirdik. Hansında böyükdürsə, deyirdik, bu yaxşıdır. Burada, amma insan çox ölçülü bir fiqurumu, çox ölçülü bir hadisənimi müqayisə eləyəndə onu heç vaxt bir ədədə çövürmür. O bütün atributları müqayisə eləyir. Ona görə də ikinci nəzəriyyəmizdə biz əl çəkdik bu utility deyilən anlayışdan. Yəni, bir vahid bir ədədə, hansı formada olur olsun, bir ədədə çevirməkdən imtina elədik. Elə həmin o vektorun özünü, vektor deyəndə mən çox atributlar nəzərdə tuturam da, alternativ çox atributludur həmişə. Onların özün həndəsi qaydalarla, əgər onda həndəsi qaydalarla, əgər bu atribut böyükdürsə, o biri atribut kiçikdirsə, məsələn, bayaq demokratiya aşağıdırsa, bunun aldığı məvacib yuxarıdırsa, o birisinin ki aşağıdırsa, yuxarıdırsa, onda nə ola bilər? Yəni, ona fazi həndəsi qraf deyirlər. Və dil isə təbii dil deyil, həndəsi təsvir dili. Belə bir nəzəriyyə yaratdıq və bu dediklərim də o dünyada çıxan Science Citation jurnallarda, yəni indeksli jurnallarda çap olunmuş, qəbul olunmuş məqalədir. Amma bizim bu saat qabağımızda bir dənə şey durur. Bunu o klassik iqtisadçılara qəbul elətdirmək durur. Çünki hər kəs öz nəzəriyyəsi, Kahnemana, məsələn, deyəsən, deyəcək mənimki daha yaxşıdır. Amma ki, onlar biraz Azərbaycan sayağı deyil. Mənim 10-cu babam da Azərbaycanlı, 20-ci babam da Toğrul müəllim bilir bunu. Dəxli yoxdur. Amma biraz ayıq baxmaq lazımdır. Bizdə bir adamı tənqid eləsən, deyəcək, mənim nəslimlə düşmənçiliyi var, nəyi var. Amma onlar qəbul eləyirlər bu şeyi. Əsas məsələ bu nəzəriyyələri onlara qəbul etdirməkdir. Biz nəyi hara tətbiq elədik bu dediklərimizi? Bizim öz nəzəriyyələrimizi. Birinci tətbiq elədik, zadə hələ bir il bundan qabaq internetdə qoyubdu o bayaq dediyim misalı. Deyir ki, əgər tez fırladırlarsa, sən sayanmırsənsə,
dünyada elə bir üsul varmı ki, qərar qəbul eləyəsən, A eşiyi ilə oynayasan, B eşiyi ilə oynayasan? Bütün dünyadan cavab yoxdur. Çünki həll üsulu yoxdur. Burada onun həlli üsulu verilibdir və biz də bunu internetə də qoymuşuq, çap da elətdirmişik. İkincisi, biz bunu neft regionlarında neft çıxarılmasına getmək lazımdır, yoxsa getmək lazım deyil. Yəni, bu regionda var, geologlar deyir nəysə. Amma buradan lazımdır ki, quyu qazı, quyu çox bahalı şeydir. Əgər bir alternativ seçsən, onun da çıxışı, məsələn, tutaq ki, 50 milyondur, itirə də bilərsən. Amma qazana da bilərsən. Hansı ehtimalla neft burada var və nə qədərdir? Gərək onu hesablaya biləsən. Bu məsələ üçün biz bunu həll eləmişik. Üçüncüsü, bu periodontit xəstəliyi var dişdə. Bu həkimlər bilirsiniz nətərdir? Həkimlər, bayaq Xudu müəllimin adını çəkdilər burada. Yadımdadır, bir dəfə Xudu müəllimlə Nurəddin müəllim mənə dedi ki, bir ekspert sistemi düzəldək ürək xəstəlikləri üçün. Haradasa 81-82-ci il idi. Bu ekspert sistemi dəndə də elə bir şey deyil. Ekspertlərin fikrini yığıb, necə Xan Şuşinskinin səsini yazırlar, ya mən nə bilim, Arif Babayevin səsini yazırlar. Bu bilikləri yazmaq lazımdır. Bilikləri yazıb onun əsasında qərar çıxartmaq lazımdır ki, onlar necə düşünərdi bu simptomlar olsaydı. O vaxtı belə bir ekspert sistemləri biz düzəltdik ürək xəstəlikləri üçün. Həkimlər bilirsiniz, temperatur ölçə bilərlər, dinamikada ölçə bilərlər özdə, ondan sonra ya analizləri eləyərlər çoxlu, çox yaxşı. Amma o persepsiya informasiyası var. O baxır ki, bu biraz göyərifdir. Və nə qədər göyərifdir, ya bunun ümumi halı nə qədərdir, nətərdir, o da çox vacibdir. Bax, bunları nəzərə almaq, birinci diaqnoz qoymaq üçün, ikincisi isə onların müxtəlif üsulları var. Məsələn, periodontit çox şiş varsa, mən nə bilim, nəysə bir şişi kəsir, o saat çəkir. Amma mən Amerikada diş çəkmək görməmişəm, düzün deyim sizə, çəkmirlər. Ya Almaniyada diş çəkmək görməmişəm. Müalicə eləmək lazımdır dişi. Yəni, o üsullardan biridir. Hansı optimal üsul seçəsən, bax, bunu ora biz tətbiq eləmişik. Amma mən diletantam təbabət sahəsində. Təbabət sahəsində olan professorlarla bir yerdə. O predmet sahəsi onlarındır, üsul bizimkidir. Və bu məsələnin həlləri üçün təklif elədik. Diqqətinizə görə təşəkkür edirəm, vaxtınızı çox aldım. Çox sağ olun.